Baxın uşaqlar, sərtlik K olan yaydır. Yayı belə sıxmışıq. Belə sıxmışıq. İplə də bağlamışıq. Nə oldu? İp. Yayın bu ucuna bir dənə belə küləciş dayamışıq. Kütləsi M2-dir. Bu birisi ucuna da başqa bir küləciş dayamışıq. Kütləsi M1-dir. Əvvəl vəziyyət belə idi. Sonra biz nə edirik? Deməli, ipi buradan kəsirik. İpi kəsmirik, yandırırıq. İpi yandırırıq. İpi yandıranda yay açılır. Yay belə açıldı, bax görürsünüz. Yay tamam açıldı. M2 kütləli cisim V2 sürəti ilə sağa gedir. İmpuls alır da. M1 kütləli cisim V1 sürəti ilə sola impuls alır. Gəlin impulsu saxlama qanununa tətbiq eləyək. Baba, burada cisimlər dayanmışdı. Sistemin ümumi impulsu 0 idi. 0-a bərabərdir. İpi yandırandan sonra, yay açılandan sonra da impuls 0 olmalıdır. Yəni, birinci cismin impulsu moduluna, ikinci cismin impulsuna modulca bərabər olmalıdır. Belə olsa, məsələn, müsbət 15 kg/saniyə bu olsa, mənfi 15 kg/saniyə bir olsa, ikisinin bir yerdə impulsu 0 olacaqdır, impuls saxlanacaqdır. Bizə deyirlər ki, bizdən soruşurlar, bu iki cismin kinetik enerjilərin nisbəti nə cür olur? İmpulslar bərabər olduğuna görə uşaqlar kinetik enerjinin düsturları içərisində mən axırıncı düsturdan yararlanacağım, bu düsturdan istifadə edəcəm. Niyə bundan istifadə elədim? İmpulslar bərabərdir, tərəf-tərəfə bölsəm, P'lər ixtisar edəcək. Burada Y kinetik P sabit olsa, Y kinetik M-lə nə cür asıldır? Tərs asılıdır. Düzdür, onu belə yaza bilərəm da. Y kinetik 2 bölünsün Y kinetik 1 bərabərdir M1 bölünsün M2. Bu çox yaxşı üstüdür, baxmayır. Kütləsi az olan böyük impuls alır. Hansı cismin kütləsi azsa, böyük kinetik enerji alır. Kütləsi az olan kinetik enerjinin çox hissəsini aparır. Məsələn, elə bir tüfəngdən atəş açırsınız. Tüfəngdən atəş açılan zaman, burada atəş açıldı tüfəngdən. Güllə bu tərəfə gedəcəkdir. Oldu. Güllə bu tərəfə impuls alacaq. Əvəzində tüfəng bu tərəfə impuls alacaq. Tüfəngin impulsu güllənin impulsuna modulca bərabər olacaq. Amma tüfəngin kütləsi çox olduğuna görə az kinetik enerji alacaq. Nəinki güllə. Güllənin aldığı kinetik enerji tüfəngin aldığı kinetik enerjidən çox olacaq. Məsələn, eyni qayda topdan atəş açanda da mərminin apardığı kinetik enerji topun aldığı kinetik enerjidən çox olacaq. Bizə deyirlər ki, məsələn, iki cisimdir belə, məsələn, belə məsələ var. Yayın potensial enerjisi deyir ki, 60 jouldur. 60 jouldur. Məsələn, bu cisimin M2 M1-dən 5 dəfə böyükdür. M2 M1-dən 5 dəfə böyükdür. Y kinetik 2 10 jouldursa, uşaqlar, Y kinetik 2 10 jouldursa, görürsünüz. Onda Y kinetik 1 olacaqdır 2 joule, məsələn, 60 joule alacaq, 50 joule olacaq. Yəni, ikisinin bir yerdə kinetik enerjisi bərabər olacaqdır yayın potensial enerjisi. Oldu mu? Bu qaydanın məsələləri, bu məsələləri elə biləsiniz. Əsas budur ki, impulslar bərabərdir. Burada da impulslar bərabər oldu. Top misalda impuls bərabər oldu. Məsələn, atomdur, sakit dayanıbdır, sükunətdədir. Atom özündən bu istiqamətdə foton bıraxsa, özü istiqamətdə impuls olacaq. Bu atomun impulsu fotonun apardığı impulslar molduca bərabər olacaq, istiqamət olacaq. O qədər.